Əziz İslam Peyğəmbəri buyurur ki, bu təkəbbürlə bağlı ki, buyurur ki, təkəbbürdən çəkinin, təkəbbürdən qorunun ki, bəndə mümkündür o qədər özünü böyük tutar ki, iş o yerə çatar, Allah Teala onun haqqında buyurar, bu təkəbbürlü bəndənin adını zalimlar və sitəmkarlar qrupunda yazınız. Yəni bir bəndədir, bir müsəlmandır, bir iman əhlidir. Deyir, bu hala çata bilər ki, o qədər özünü böyük tutar, o qədər özünü dəyərli bilər, o qədər özünü yüksək bilər, o qədər özünü digərlərindən xüsusi fərq. Bu ciddi məsələdir. Bir təftiş olunmalı məsələdir. İnsanlar içində bir ciddi təftiş aparılmalı məsələdir. Ki, nə qədər bu durumu? Bir var, sən dəyərli bilirsən, Allah bəndəsisən. Allah səni yaradıb, müəzzəf edib, mükəlləf edib. Vəzifən var, mənəvi vəzifən var, mənəvi öhdəliklərin var. Yaranmışların əfsəlisən, imtahan dünyasındasan, əqlün var, iradın var, bu kimi. Bir də var, sən deyirsən, mən müsəlmanam, möminəm, amma hamı kimi deyirəm, mən xüsusi müsəlmanam, xüsusi möminəm. Bu ciddi mərəzdir. Bir görürsən ki, biri deyir ki, mən biraz fərqliyəm, mən avamlar kimi dərs oxumaq istəmirəm. Mən avamlar kimi gedən yolu getmək istəmirəm. Mən avamlar kimi cəmaat namazına gedə bilmərəm. Mən avamlar kimi, misal üçün, kumel duasına gedə bilmərəm. Mən avamlar kimi təvəssülə gedə bilmərəm. Mən avamlar kimi rozə məclisinə gedə bilmərəm. Mən də xüsusi bir müsəlmanam. Bunlar hamısı var dində, amma mən bir özünə məxsusam, məndə bir... Yəni, bunun müxtəlif mərizlikləri, müxtəlif növləri ola bilər. Müxtəlif çalarlar olur. İnsan çox diqqətli olmalı bu məsələdə. Əgər özünü digərlərindən dəyərlilik bilirsə, onları özündən aşağı bilirsə, bu çox ciddi simptomlardır və bir də var ki, özünü dəyərli bilir. Allah bəndəsiyəm mən. Mən Allahın bəndəsiyəm. Hər nə məni Allah bəndəliyindən çıxardar, onlardan qorunuram, çəkinirəm. Amma sən Allah bəndəsi olduğun kimi digəri də Allah bəndəsidir. Digəri də Allahın yaradılışıdır. Onun da sən dəyərini bilməlisən, onun da qədrini bilməlisən. Və İslam Peyğəmbəri buyurur ki, təkəbbürdən çəkinin, qorunun ki, bəndə mümkündür o qədər özünü böyük tuta ki, iş o yerə çatar, Allah Teala buyurar, bu təkəbbürlü bəndənin adını zalimlar və sitəmkarlar qrupuna yazınız. Ya Əli əleyhissalam Əmir əl-Möminin buyurur, mən təkəbbərə linnəs zəllə. Hər kim insanlara təkəbbür edə, hər kim insanlara təkəbbür edə, cəmaat arasında zəlil və xar olar. İzzət ucalıq getirir, izzət yüksəkliyi götürür, izzət hər mənada insanın yüksəlişini götürüb çıxardar. Əksi görürük nədir? Təkəbbür nədir? Təkəbbür insanlara qarşı təkəbbür kimisə eləsə, cəmaat arasında zəlil olar, xar olar. Və lüğətşünaslar, söz mütəxəssisləri bildirirlər ki, kibir insanda olan o psixoloji ruhi haldır. Təkəbbür o halın izharıdır, o halın üzə çıxmasıdır. Bir var ki, insanda bu daxilindədir. Misal üçün, kibir budur ki, insan özü üçün güman edə ki, digərlərindən üstün və alidir. Əgər bu gümanı izhar etməsə və əmələn özündən görsətməsə, nəfsani kibirə duçardır. Amma əgər bu daxili halətini izhar edə və insanlarla əmələn o cür rəftar edə ki, özünü böyük, onları kiçik tutsa, təkəbbür etmiş olur. Bir var, bu sənin halın var, bu durumun var, halətin var, bu psixoloji durumun var, içindədir. Bunun təzahürü yoxdur. Bir də var, bu təzahürü də var, əməli mərhələyə də keçir. Ki, insan bir özünü müalicə eləməlidir bu məsələlərdə. Əmir əl-Möminin buyurur, bir kəs ki, öz həddində dura və dayana, cəmaat ona hörmət edər, cəmaat ona ikram eləyər, cəmaat ona ehtiram göstərər. Bir kəs ki, öz həddində dura və dayana. Və o kəs ki, öz həddini aşa və keçə, cəmaat ona əhanət edər, cəmaat onu alçaldar, cəmaat ona nifrət edər, cəmaat onu saymaz, cəmaat ona sayğısız münasibət göstərər. Ki, insan öz həddində olanda bu cəmaatın
sevgisinə, məhəbbətinə, hörmətinə səbəb olar. İnsan öz həddini aşanda, təkəbbür edəndə digərlərinə bu əksinə mənfi münasibətə gətirib çıxardar ki, Allahdan istəyimiz budur, bizə həqiqi aliliyin o mənbəyi olan izzəti nəsib eləsin və inşallah harlığa aparan o həqiqi mənada insanı məhvə, bədbəxtliyə aparan, özünü digərlərdən üstün tutma, böyük tutma mərəzindən də inşallah uzaq eləsin inşallah.